Siz də suallarınız ünvanı. Bax, siz özünüz də inləyən kimi, yəni bir çox evləri görmüsünüz də, düzdür? Yəni bir övlərdən başlasaq. İnşa eləmişsiniz. Yəni nə kimi səhvlərin müşahidə eləmisiniz? Hansı səhvlər əsasən? Ümumiyyətlə fərdi evlərdə də problem ondan ibarətdir ki, fərdi evlərdə müəllif nəzarəti və yaxud da dövlət nəzarəti yoxdur. Sifarişçinin də bu inşaat sahəsindən savadı mı deyim, yəni təcrübəsim olmadığından avtomatik olaraq fərdi yaşayış evlərinin keyfiyyəti çox zəif olur. Burada da çoxlu sayda səhvlər var. Bunun üçün də yəni mən məsləhət görərdim ki, kim əgər fərdi yaşayış evi inşa etmək istəyirsə, onsuz da bir minimum 50 min, 60 min, 100 min, 80 min, hətta 100 minlərlə pul xərc çəkir və bir 5 aylıq, 3 aylıq hər hansısa bir mütəxəssisi də bu tikintiyə cəlb eləyib, fərdi evinin daha keyfiyyətli inşa edilməsini təmin eləməlidir. Fərdi evlərdə də çalanın qazılmasında çoxlu səhvlər olur. Məsələn, inşaat zamanı mən çox müşahidə edirəm, indi də var. Ustaları çağırırlar, təbii ki, bütün ustalardan söhbət getmir. Bəziləri də torpağın üstündə fundamenti, yəni binövrəni qoyur və başlayır evi inşa etməyə. Elə olmamalıdır. Bu isə, bəli, elə olmamalıdır. Əgər sizin eviniz 2 mərtəbədirsə, hündürlüyü 8 metr varsa, 8 metrin minimum 10%, yəni 80 santimetr torpaq qazılmalıdır. Torpaq qazıldıqdan sonra 10 santimetr qum-çınqıl qarışığı verilib küpləşdirilməlidir. Ondan sonra 5-10 santimetr qalınlığında hamarlayıcı qat verilməlidir, beton. Bundan sonra artıq o beton üfüqi formaya salındıqdan sonra betonun üstündə binövrənin armatur karkası yığılıb və armatur karkas betonlanmalıdır. Bu binövrədə mən saydıqlarımın heç 20% olunmur fərdi yaşayış evlərində. İndi əgər bunlar olunmursa, bax sizin həm də müşahidəniz nə göstərir? O evlərdə hansı fəsadlar var? Yəni bəlkə yoxdur, bəlkə elə illərlə gedir, hər şey qaydasında olur. Yəqin sizin təcrübədə də var, çox eşitmişsiniz. Çoxlu evlərdə çatlar var. Çatlar var. Bəli. Açığı bizim evdə də var. Sizin evdə də var. Amma çox deyil, amma var da. Var. Çünki sizdə də hər hansısa bir standartdan kənar iş var ona görədir. Amma standart uyğun formada hörgüdür, binövrədir, armaturdur, həll olduqdan sonra həminki evlərdə hətta təbii fəlakət zamanı insan tələfatıdır, çatlama hallarıdır, çox nadir hallarda olur. Çünki keyfiyyətli şey olur. İndi bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, bizdə elə zəlzələlər yoxdur. 10 illərdir elə zəlzələlər yoxdur, amma o demək deyil ki, olmayacaq. Çünki bizim respublikamız tikinti normalarının əsasən minimum 8 ballıq seismik zonadadır. O cümlədən də Sumqayıtda hər 100 ildən bir 8 bal, Şamaxıda hər 100 ildən bir 9 bal zəlzələ olur. Və bu zəlzələlər Şamaxıda indi heç kim olmasını istəməz. 9 bal Şamaxıda və yaxud da 8 bal Sumqayıtda zəlzələ də olarsa, bu respublikanın hər yerində hiss olunacaq. İstəsəniz 5 bal, 6 bal, 7 bal. O zaman fərdi evlərin demək ki, bir 60-70% məhv olacaq deyərdim. Çünki heç bir standarta cavab vermir. Neçə balda? 6, 7, 8 balda. Zəlzələnin balından da çox saniyənin məsələsi var ki, yəni saniyə nə qədər çox olarsa, zəlzələnin binaya təsiri də çox olur. Yəni silkələm olduqca çatladır və uçurur. Heç nə, satarıq o həyətə. O vaxta qədər. Satdığınız şəxs xoşbəxt olur. Kimsə fikirləşir sizcə? Kimsə deyir qurtulum, yox? Bəs mən də ona görə deyərdim ki, fərdi ev tikmək istəyən hər kəs gərək ki, bir mütəxəssis çağırsın və tikinti standartına uyğun formada inşa etsin ki, sabahdan bu çatlama, uçma problemi olmasın. Bugün müasir fərdi